Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Azərbaycan televiziyasında xəbərlərin vaxtıdır. Studiyada Leyla Cavaddır. Əvvəlcə anonslar. Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verdi. İranda baş verən güclü partlayışda ölən və xəsarət alanların sayı artdı. Hadisənin ilkin səbəbi açıqlandı. 9-cu muğam müsabiqəsinin seçim turunda əsas mərhələ. Finalçılar müəyyənləşəcək. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı başladı. 52 minə yaxın şagirdin biliyi yoxlanılır. İndi isə daha ətraflı. Azərbaycan Xarici İşlər Nazirliyi Bəndər Abbas şəhərində limanda baş verən partlayışla bağlı İrana başsağlığı verib. Bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib. Şəhid Rəcai limanında baş verən dağıdıcı partlayış bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İran xalqına və hökumətinə dərin hüzünlə başsağlığı verir, yaralılara şəfa diləyirik deyə paylaşımda bildirilib. İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayışda ölənlərin sayı 25 nəfərə çatıb, 1139 insan xəsarət alıb. Təyyarələrin cəlb olunduğu yanğın söndürmə əməliyyatları bütün gecə davam edib. İran Böhranların İdarə Olunması Təşkilatının iddiasına görə hadisə kimyəvi maddələrin düzgün saxlanılmaması səbəbindən baş verib. Partlayışın əsl səbəbi haqqında rəsmi açıqlama yoxdur. New York Times qəzeti İslam İnqilabı Keşikçiləri Korpusundakı mənbələrə istinadən yazır ki, partlayışa bərk raket yanacağında istifadə olunan maddə səbəb olub. Partlayışla bağlı Hörmüzqan vilayətində 3 günlük matəm elan edilib. Azərbaycan-Avropa İttifaqı əlaqələrində yeni səhifə açılır. Bir müddətdir gərgin olan əlaqələr Avropa İttifaqı Ali nümayəndəsinin Azərbaycana gəlməsi ilə yeni müstəviyə keçib. Azərbaycanın vacib və etibarlı tərəfdaş olması beynəlxalq qurum tərəfindən qəbul edilir. Söhbət əlaqələrin yeni əməkdaşlıq razılaşması əsasında gücləndirilməsindən gedir. Azərbaycan beynəlxalq əlaqələrdə balanslaşdırılmış siyasətə üstünlük verir. Ölkəmiz iqtisadi, siyasi və ümumən bütün sahələrdə həm şimal-cənub, həm də şərq-qərblə maraqlarını uzlaşdırır. Josep Borrellin dövründə qərəzli yanaşmadan gərginləşən Azərbaycan-Avropa İttifaqı münasibətləri fonunda İttifaqın yeni ali nümayəndəsi Kaya Kallasın Bakıya səfəri əlaqələrdə yeni səhifənin açılması kimi qiymətləndirilir. Sələfindən fərqli olaraq Kaya Kallas və geniş mənada Avropa İttifaqı Azərbaycanın Avropa üçün əhəmiyyətini görür və mövcud stereotiplərdən və yanaşmalardan geri çəkilir. Burada danışıqlarımızı yeni əməkdaşlıq razılaşdırılması əsasında gücləndirəcəyik. Bizim əlaqələrimiz qarşılıqlı hörmət əsasında qurulub. Bizim prinsiplərimizdə qanunun aliliyi və insan hüquqları əsas götürülüb. Əslində Azərbaycan hər zaman Avropa ilə tərəfdaşlığa xüsusi önəm verib. Azərbaycan etibarlı tərəfdaşdır. Nəzərə almaq lazımdır ki, Avropanın 10 ölkəsinin enerji təchizatı məhz Azərbaycanın vasitəsilə təmin olunur. Eyni zamanda Azərbaycan Avropa İttifaqının təkcə enerji təhlükəsizliyində ənənəvi qaz enerji resursları ilə deyil, alternativ və bərpa olunan enerji ixracı üçün də çox önəmli bir partnyordur. Ümumiyyətlə Azərbaycan Avropa İttifaqının həm Böyük Qafqaz regionuna, Xəzər regionuna, Qara Dəniz regionuna və xüsusilə də Mərkəzi Asiya və Şərqə Çinə doğru açılan pəncərədir. Yəni Azərbaycanın iştirakı olmadan Avropa İttifaqının nə bu regionda, nə də ümumiyyətlə Böyük Avrasiya regionunda hansısa müsbət bir iqtisadi, siyasi, təhlükəsizlik siyasəti həyata keçirilməsi mümkün deyildir. Real mənada Avropa Azərbaycana ehtiyac duyur. Ona görə ki, həm neft-qaz kəmərləri, həm TANAP layihəsi, həm də alternativ enerji layihələri Azərbaycanın iştirakı ilə həyata keçirilir. Bugün xüsusilə yaşıl enerji layihələri gündəmdədir və gələcək illərdə bu sahədə yeniliklər gözlənilir. Azərbaycan Çindən Avropaya uzanacaq bir kəmər, bir yol layihəsinin tərkib hissəsi kimi də qoca qitə üçün strateji əhəmiyyətə malik bir bölgədir. Bütün bunların fonunda Kallasın Bakı səfəri ikitərəfli əlaqələrin yeni müstəvidə inkişafından xəbər verir. Röya Qarabağlı, AzTV xəbər.
Ukrayna tərəfi Kurskun Rusiya Silahlı Qüvvələri tərəfindən azad olunması barədə məlumatı təksib edib. Rusiya qüvvələrinin Kurskda irəliləməsi, bəzi yaşayış məntəqələrinin Ukrayna qüvvələrindən təmizlənməsi təsdiqlənsə də, bu istiqamətdə döyüşlər hələ də davam edir. Ukraynadan yayılan xəbərlərdə deyilir ki, dünən Kurskda 162 döyüş qeydə alınıb. Vilayətin azad edilməsini Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə hesabatında açıqlamışdı. Həmas nümayəndə heyəti Misir rəsmiləri ilə görüşdən sonra Qahirəni tərk edib. Misir təhlükəsizlik mənbələrinin məlumatına görə Həmas 5 illik atəşkəs müqabilində girovları azad etməyə razılaşıb. Lakin İsrail tərəfi hələ ki təklifə cavab verməyib. Təl-Əvivdən bildirilib ki, girovların azad olunması barədə danışıqlar davam etdiriləcək. Əl-Qahirə telekanalının məlumatına görə isə Həmas İsrail qüvvələrinin tamamilə Qəzzadan çıxması və anklava humanitar yardım tələb edir. Gündəliyə Qəzzanı idarə etmək üçün komitə yaradılması məsələsi də daxil ediləcək. Times of Israel qəzetinin yazdığına görə İsrail komandanlığı danışıqlar dalana dirənəcəyi təqdirdə Qəzzada hərbi əməliyyatları genişləndirəcək. Fələstin lideri Mahmud Abbas yaxın silahdaşlarından olan Hüseyn Əl-Şeyxi öz müavini və potensial varisi elan edib. Fələstin Azadlıq Təşkilatının məlumatına görə 89 yaşlı Abbas 2004-cü ildə Yasir Ərafatın ölümündən sonra Fələstin hökumətinə rəhbərlik edir. O, bu illər ərzində daxili islahatlara və xələfinin təyin olunmasına müqavimət göstərib. 65 yaşlı Hüseyn Əl-Şeyx Fələstin Azadlıq Təşkilatının Fətah fraksiyasının üzvüdür. O, İsraillə münasibətlərin normallaşdırılmasına dair baxışları ilə tanınır. Fələstin Azadlıq Təşkilatı Əl-Şeyxi təşkilatın vitse-prezidenti vəzifəsində təsdiqləyib. Amerika Birləşmiş Ştatları Fələstin hökumətində islahatlardan sonra qurumun Qəzzanı idarə edə biləcəyi barədə təklif irəli sürüb. Fransa paytaxtının izdihamlı rayonlarından birində insident baş verib. Söhbət Parisin Yelisey çölləri prospektindən gedir. Burada partlayışdan sonra polis ticarət obyektlərindən insanları təxliyə edib. Prospekt 2 kilometrə yaxın məsafədə avtomobillərin hərəkətinə bağlanıb. Gürültüyə səbəb naməlum şəxs tərəfindən mağazalardan birinə fişəng atılması olub. Hadisə ilə bağlı təhqiqat aparılır. Kanadanın Vancouver şəhərində faciə baş verib. Küçə festivalı zamanı sürücü avtomobilini kütlənin üzərinə sürüb. Nəticədə bir neçə nəfər həlak olub, çoxlu sayda insan xəsarət alıb. Qurbanların sayı barədə dəqiq məlumat verilməsə də sürücü həbs olunub. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Ermənistanda faşizm meylləri artmaqdadır. İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci il dönümü ərəfəsində bu daha aydın görünür. Bu arada ölkənin sabiq prezidenti Serj Sarkisyan növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib. O, hakimiyyəti istefaya səsləyib. Ermənistan ordusunda da işlər yaxşı getmir. Erməni mediasında 2-ci Dünya müharibəsinin qurbanlarının şərəfinə ucaldılmış abidələrin sökülməsi məsələsi gündəmə gətirilib. Bu barədə radikalçı mövqeləri ilə seçilən Müjdə İctimai Birliyinin üzvləri şəxsi internet platformalarında çağırış ediblər. Onlar İrəvan şəhərinin mərkəzi ilə yürüş edərək ölkə ərazisindəki abidələrin may ayının 9-na qədər sökülməsini tələb ediblər. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın isə ritorik və gülünc bəyanatları medianın gündəminə düşüb. Hakimiyyətə qayıtmaq fikrini gizlətməyən Xocalı cəlladı talançı, rüşvətxor hakimiyyətin sonunun çatdığını bildirib. Bunu artıq onlar da hiss edirlər. Düşünürəm, könüllü surətdə özləri çıxıb getsələr daha məqsədə uyğun olar. Əks təqdirdə sərt və qətiyyətli addımlar ataraq geniş miqyaslı etirazlarla bunu biz reallaşdıracağıq, deyə Sarkisyan əlavə edib. Bu arada Ermənistan ordusu öz əməllərinin ağrı acısını yaşamaqda davam edir. Belə ki, Zəngəzur bölgəsində sərhəd qoşunlarında xidmət aparan daha bir hərbiçi minaya düşərək ölüb. Oxşar hadisə Qazax rayonu ilə həmsərhəd bölgədə də baş verib. Burada göbələk yığmağa gedən mülki şəxs piyada əleyhinə minaya düşərək ağır xəsarət alıb. Aydın Arazdəyənli, Əli Rzayev, Çinarə Qambayeva, ASTV xəbər.
Azərbaycan və Çin arasındakı siyasi və iqtisadi əlaqələr getdikcə möhkəmlənir. Onlar ölkəmizdə keçirilən tədbirlərdə iştirak edir, tarixi və mədəniyyətimizi kəşf edirlər. Bakı isə qonaqların diqqətini həm təmizliyi, həm də qonaqpərvərliyi ilə cəlb edir. Əməkdaşımız Bakıya gələn Çinli turistlərin təəssüratlarını öyrənib. Azərbaycan və Çin arasındakı dostluq münasibətləri artıq Bakı küçələrində də hiss olunur. Burada şəhərin mərkəzində hər gün onlarca Çinli turistlər rast gəlmək mümkündür. Çinli turistlərin ən çox maraq göstərdiyi məkanlardan biri isə içəri şəhərdir. Onlar burada həm tarixi abidələri ziyarət edir, həm də Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olurlar. Çinli turistlər üçün Bakı mədəniyyət baxımından maraqlı, rahat və təhlükəsiz şəhərdir. Onlar insanların münasibətindən razı olduqlarını deyirlər. Dostlarımdan biri ötən il iş üçün bura gəlmişdi və mənə demişdi, ora çox gözəl yerdir, mütləq getməlisən. O Azərbaycanı tərifləyirdi, heç bir tərəddüd etmədən sadəcə bilet alıb gəldim. Bura həqiqətən möhtəşəm bir yerdir. Hər birimiz yerli sakinlər tərəfindən çox isti qarşılanırıq. Ənənəvi Çin bayramını Azərbaycanda qeyd edənlər də var idi. I love Baku. 我爱 Baku. Traditional Chinese vacation. Ənənəvi Çin bayramı dövründə Bakıya səfər etdim. Azərbaycana vizasız gəldiyimiz üçün səyahət çox rahatdır. Bugün içəri şəhərdə gəzdim, həmçinin alov qüllələrinə qalxdım və atəşgahı gördüm. Sabah isə Şəkiyə gedəcəm. Bakıda Çin mətbəxi təqdim edən restoranların olması qonaqları sevindirir. Bakıda ilk dəfə oluram. Buradakı insanlar çox mehriban və gülərüzdür. Çində olarkən Azərbaycan haqqında belə təəssüratlarım yox idi. Burada doğma yeməklərimizin olması mənə çox rahat hiss etdirdi. İnsanların istiqanlılığı gözəldir. Bizim kimi mehriban insanlardır. Bura gələndə gördüm ki, çox təmiz, təhlükəsiz bir yerdir. Ən əsası da doğma yeməklərimiz var və ona görə də özümüzü sərbəst hiss edirik. Bakıda qədim içəri şəhər var və eyni zamanda müasir tikililər mövcuddur. Şanxaydan gələn biri kimi deyə bilərəm ki, tarix və müasirliyi çox gözəl birləşdirmisiniz. Azərbaycan və Çin dostluğu uzun ömürlü olsun. Buranı sevdik. Təkcə turistlər yox, Çinli iş adamları da Bakını fəaliyyət üçün perspektivli şəhər kimi qiymətləndirir. Bura kosmik texnologiyalar konfransı üçün gəlmişik. Boş vaxtlarımızda isə şəhəri gəzib kəşf edirik. Azərbaycan çox maraqlı, möhtəşəm və zəngin mədəniyyətə sahib bir ölkədir. 7 il əvvəl də bura gəlmişdim. Bu dəfə sadəcə turizm üçün yox, həmkarlarımla tədbir üçün gəlmişik. Bu dəfəki təcrübəm əvvəlkindən çox fərqlidir. Böyük və müsbət dəyişikliklər gördüm. Azərbaycan Çindən olan sahibkarlar üçün investisiya baxımından cəlbedicidir. Azərbaycana işgüzar məqsədlə gəlmişik. Səfərimin əsas məqsədi bazarı araşdırmaq və dilerimizlə görüşməkdir. Hazırda məhsullarımızı Azərbaycan bazarında satırıq. Burada işləmək və əməkdaşlıq etmək üçün çox yaxşı imkanlar var. Beləliklə, qonaqlar Azərbaycandan yüksək təəssüratla ayrılırlar. Mehin Hacıyeva, Farid Şıxalizadə, Elvin Qəhrəmanov, ASTV Xəbər. Xankəndi şəhərində Qarabağ Universitetində Qoşulmama Hərəkatı, Gənclər Təşkilatı və İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq COP Simulyasiya Konfransı təşkil olunub. Beynəlxalq tədbirin açılış mərasiminə Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycanın aparıcı universitetləri və xarici ölkələri təmsil edən 60 gənc nümayəndə qatılıb. Natiqlər Azərbaycan COP29 sədrliyinin ilk milli tədbirini məhz Xankəndində keçirilməsinin rəmzi əhəmiyyətini qeyd edib, gənclərin ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı aparılan qlobal prosesdə aktiv iştirakının vacibliyindən, eləcə də 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 tədbiri zamanı qəbul edilmiş qərarların həyata keçirilməsi perspektivlərindən, onun qlobal ekoloji prosesə verdiyi töhfələrdən bəhs ediblər. Məqsəd həm ilk dəfə Azərbaycanda olmaqla COP-un ümumilikdə bir simulyasiyasını, COP modelin uğurlu tətbiqini təşkil etmək. İkincisi isə Azərbaycanın sədrliyi olaraq
gənclər perspektivindən iqlim danışıqları, iqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin rolu, onların fikirləri ilə bağlı bir fikir mübadiləsi aparmaq üçün platforma yaratmaqdır. Qarabağ həm də iqlim və ətraf mühitin inkişafı ilə bağlı bir simvol artıq çevrilməkdədir. Qarabağda həm yaşıl enerji layihələrinin həyata keçirilməsi, həm mina təmizləmə fəaliyyətlərinin həyata keçirilməsi bu dünyaya bir mesajdır ki, Qarabağ, o cümlədən Qarabağın elmi müəssisələri, Qarabağın günü-gündən zənginləşən gənclik əhalisi sadəcə olaraq bölgəmizin deyil, dünyada da gedən iqlim dəyişmələrinin qarşısını almaq üçün yaşıl və təmiz deməli ətraf mühitin qorunmasına töhfə verirlər. 9-cu Muğam televiziya müsabiqəsinin ümumrespublika üzrə ikinci seçim turu keçirilir. Bu mərhələdə yeniyetmələr və gənclər üzrə finalçılar müəyyənləşəcək. Əməkdaşımız Röya Qarabağlı Beynəlxalq Muğam Mərkəzindən bizimlə birbaşa bağlantıdadır. O, yeni istedadlar axtarışı haqqında ətraflı məlumatları bizə çatdıracaq. Röya, buyurun, efirdəsiz. Bəli, biz hazırda may ayında keçiriləcək 9-cu Muğam televiziya müsabiqəsinin seçim turunda iştirak edirik. Bu seçim turundan artıq finalçılar müəyyən olunacaq. Ölkəmizin müxtəlif regionlarından və seçimlər əsasında müəyyənləşdirilən şəxslər bugün artıq final mərhələsi üzrə seçimlərdə iştirak edirlər. Qeyd edim ki, bu mərhələ üzrə 68 şəxs məhz öz istedadını və bacarığını göstərməkdədir. Burada olduğumuz müddətdə onu deyə bilərik ki, seçimlər çox həyəcanlı keçir. Bir daha qeyd edək ki, 68 nəfər hazırda bu turda iştirak edir və onlar arasından 20 gənc, eyni zamanda da 10 yeniyetmə seçiləcək Muğam televiziya müsabiqəsində iştirak etmək üçün. Müsriflər heyəti hər birini diqqətlə dinləyərək müxtəlif istiqamətlərdə suallarını verirlər. Eyni zamanda onların səs diapazonunu yoxlayırlar ki, tamaşaçılara keyfiyyətli, eyni zamanda da muğam sənətimiz üçün peşəkar kadrlar yetişdirsin. Təbii ki, bu müsabiqə muğama yeni nəfəs gəlməsi deməkdir, eyni zamanda həmin şəxslərin seçilməsi deməkdir. 9-cu Muğam televiziya müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir. Eyni zamanda Azərbaycan televiziyası da bütün müsabiqə boyunca seçimlərdə iştirak etməklə yanaşı, həmin televiziya müsabiqəsini efirlərində canlı yayım olaraq tamaşaçılarına təqdim edir. Biz isə təbii ki, nə deyə bilərik, bu seçim turlarında seçiləcək 20, eyni zamanda da gənc ifaçılarımıza uğurlar diləyirik. Hələlik isə bizdən bu qədər deyirik. Buyurun, sözü siz ötürürük. Uğur olsun hər birinə, təşəkkür edirik. Son məlumatlara görə davam edək. Bugün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir. Saat 11:00-da başlayan imtahanda 51.908 şagird iştirak edir. Şagirdlərin imtahan binasına rahat daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Bugündən aprelin 29-u səhərədək Bakıda və Abşeron yarımadasında külək güclənir. Küləyin sürətinin saniyədə 28 metri ötməsi ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Paytaxtda hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Sabah axşam və 29-u gecə yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Rayonlarda isə hava yağıntılı olacaq, şimşək çaxacaq. Ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcək, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Hələlik bizdən bu qədər, hörmətli tamaşaçılar. ASTV xəbər izləməyə davam edin. Sağ olun, salamat qalın.